Xət və dərzilik. Birinci xət. Əli əleyhissalam öz katibi Əbdullah ibni Əbu Rafeyə buyurdu: öz qələminə liqə qoy, qələminin ucunu uzat, sətirlərin arasına fasilə sal və hərfləri bir-birinə yaxın yaz. Çünki bu kimi incəliklərə riayət edilməsi xəttin gözəlliyini artırır. Həmçinin o, Həzrət öz katibinə buyurdu: yerin üstündə otur, qələmini barmaqlarında tut, gözlərini mənim üzümə dik ki, dediyim sözlərin hər birini qəlbinə tapşırasan. İkinci dərzilik. Əbi Nəvar deyir: Əli əleyhissalam bir dərzinin kənarında dayanmışdı. Ona buyurdu: tikiş saplarını möhkəmlət, tikişləri zərif və bir-birinin yanında qərar ver. Kitabın adı Həzrət Əli əleyhissalam qəzavətləri.